Ay Səfər, nə var, nə yox? Şuram, yaxşımsan, özün. Ay Səfər, hamı danışır, mən baxıram belə qıraqdan, hamı fikir bildirir, hamı bir söz deyir. Amma reallıq deyilən bir şey var. Mən belə çıxmasın, kimlərəsə görə kimlərsə düşmən oldum. Düşmən oldum deyəndə, yəni mən ömür boyu o sözümü demişim o insana, heç o insana heç bir qram qoydum yoxdur. Amma Allah'a and olsun Səfər, yəni mən tək başına canını apardım da, heç bir dənə bloger, heç bir söylən adamlardan heç biri gəlib mənə demək ki, qardaş, qaldır müsabaqə, mənim də ürək sözüm var. Vallahi Allah'a and olsun qardaş, belə baxıram ki, elə hamı elə dildə yaxşıdır da, qıraqdan çıxıb tirka vermək, danışmaq yaxşıdır. Mən şəxsən özüm canını açdım, bütün şıxlandırdım hər şeydə ki, filan kəslər budur, bu yolla pul qazanır. Filan kəslər bunları söymədə səbəb reytingini qaldırmaqdan ötürüdür. Bunların məqsədi işi gücü bunlardır. Amma heç bir biz gəlməz ya qardaş nədənsə, bilmirəm niyə. Biri səndə, biri Orxanda. Heç bir biz gəlməz. Orxan mənim riyadan dostum, canım, ciyərim dediyim oğlandır. Hərəmiz bir dənə şey deyir ki, biri Orxan deyir ki, mən nə bilim filan kəsə görə gələnmədən video çəkirdim, nə canını açmışdım, haqqı danışırdım. Amma bir gün qabaqda 24 saat qabaqdan özümü cırırdım ki, filan vaxtda, filan saatda mənim əlimdə olan materiallar vardı. Çıxın gündəmə gətirin də. Amma bugünkü gündə canını açıb 4 dənə, 5 dənə adamı qaldırıb 6-7 min, 10 min canlı adam yığıb məni söydürməyə, mənə olmayan sözləri dizdirirsiniz, cəmaata eşitdirirsiniz, ekran kayıtları paylaşdırırlar. Olmayan şeylər. Amma mən oğlan reallığı açdım, mən özümü söydürməyə də qəbul edim ki, millətimin körpə balları söylür, millətimin günahsız yerə canını açıb, nə bilim, nəyəsə, nə bilim, olanları özünüz gördünüz də, mən öncə tutanam danışmağa bu haqda, öncə yorulmuşam həqiqətən də. Mən bir həftə işləmədim, işim gücümü atdım bunların materiallarını yığdım işıqlandırmaq üçün. Amma mən təəssüf olsun ki, qardaş, mənə qardaş deyən oğlanlar bugün içində heç bir gəlib mənim canıma çıxmadı. Heç bir gəlib qıraqdan baxmadı, fake profil altdan izlədilər. Buna nə deyirsiniz, qardaş, buna da bir fikir bildirin də. Fikirdürsə qoy, Orxan, səndən qabaq icazə versənsə mən deyim, Orxan. Ramo, sənin o canlı yayınlarının kayıtları çıxdı mənim qabağıma, baxdın, gördüm. Sizdən açın, mən eşitirəm sizi. O günləri sənin özünə də vereyim. Canlı yayınlarında. Bax, bir də səndə Orxan orada səsidir. Mən yenə deyim, bax, sən 100% mənim səsimi eşitirsən, Ramo. Mən Eşitirəm qardaşım. Mən bayaq bu mövzuya toxundum. Azərbaycan vətəndaşıyam, Azərbaycan oğluyam. Şükür Allaha yetərincə sevənim də var. Xətimi çox istəyən insanlar da var, şəxslər də var. Mən durub bugünkü gündə kimsə mənə Azərbaycanda olmayıb da, Azərbaycandan kənarda video şəklində mənim ailəmi təhqir edirsə və gözləyirsə ki, mən ona cavab olaraq video şəklində cavab verəcəm, mən özümü o səviyyəyə indirən deyiləm. Və əmin ol ki, özünü bilən, əxlaqını bilən, ədəbini bilən, ərkanını bilən heç bir adam onu eləyən deyil. Bilirsən, 100 dəfə nəsə deməkdənsə, bu ağızda nəsə kapıç eləməkdənsə, bir dəfə hərəkət eləmək lazımdır. Mən durum, mən eləyə biləcəklərim üzr istəm, təhqir demir, təhqirdə, video şəklində təhqirim, nə bilim, sənin ağzı belə eləyərəm, səni döyərəm. Mən bunu real həyatda döyə bilərəmsə, sənə şəklində videoda niyə durum ona cavab verim ki, qaqa, sən mənə 2 dənə yumruq atacaqsınız, mən sənə 3 dənə yumruq atacağım. Yox, Səfər, mənim sözüm o deyil. Bunu niyə eləyim, brat? Mən onu demirəm, qardaşım. O gün canlıya da qalxdınız, gəldiniz ki, hani belədir, elədir, olmayan şeylərə şər atır cəmaata, sənə tanıdığın olana da, mənim məşhurlaşıma da, Orxana da tanıyır həmən insanı. Fakt reallıqla cəmaatı bilə şərriyirlər, cəmaatı bir üçün də gözdən salırlar, gündəmdən salırlar, o boyda Caqayev. Bunu hamı Azərbaycan tanıyır, Azərbaycan və bütün dünya tanıyır. Bir dəqiqə ən çox TikTokda izləyici olan adam budur. Bunların ciyarı yanır ki, bu insan mənim misafirimə qalxır. Mənim söhbət sizin mənim misafirimə gəlib qalxmağınızdan getmir. Sadəcə olaraq tək bir nəfərə deyilmir də bu. Tək bir nəfər bu insanı... Hayır ama başladım, eşitirsən qardaşım. Mən heç demirdim. Sadəcə olaraq Orxan özü bütün gün bunları canlıya qaldıran adamdır. Siz bunlar haqqında qalxırsınız, mövzu açırsınız, danışırsınız. Mən bu mövzu canlıya qaldırmır.
Mən valla bütün gün canlılarımdadır. Qulaq as, mən bir şey deyim. Mən bu insan haqqında mövzu açıramsa, ən azından Orxanın da izləyəcəyi var. Bütün qoy hamı gələrdi. Mən TikTokda bir ildir canlı açmayan adamam da. Qardaş, mənim səhifəm elə aktiv deyil. Ən azından 25 adam oturub baxırsa, deməli bu sizin hamınızın qabağına çıxır da. Ən azından qoşulub sakit oturub izləyə bilərdiniz ki, sizin izləyəcəyiniz də görsün ki, bu maşinik nədir. Dünkü ilə mən bunu işıqlandırmışam, mənim telefonlarım dayanmır. Lalafo bilmirlər, erməni bayrağı qoyub azar atırlar, hamısı söylə nömrələrini verirlər. Bu dəqiqə mənim telefonum dayanmır. Ha, kişi xəbəriniz var. 300 manata Pro 14 Pro Max qoyub. Cavan uşaqlar da aldanıb yığırlar, söyür cəmaatı. Telefonum dayanmır. Bunlar bu dəqiqə bu variantı əl atıblar. Çünki mənim real həyatda səhvimi tapıb çıxarda bilmirlər ortaya. Başa düşdün necə? Mən canlı atan kimi qaçırlar, qaziləri qaldırırlar canlı. Dünən kimi niyə qazi qaldırıb, qazi kimi olmurdunuz? Hə? Dünən kimi niyə bunlar eləmirdilər? Nəyə görə edirlər? Çünki izləyicini daşsınlar, məni görməsinlər, kəşfiyyatım qabaqlarına çıxmasın millətim. Bunlar bu yollara əl atdılar. Amma mənə dəstək olan heç kim olmadı, heç kim. Bir dənə dağa evi adı gəldi, misafirə qalxdı. Ayrı vaxtı deyirsən, bu gün anım günüdür. Bu gün sənin Söhbət bu gündən getmir. Mən bunu 3-4 gündən qabaq eləmişəm. Söhbət elə bu gündən gedir. Bu gün yəni bu sabah olsaydı başqa məsələ. Bu bir